Herkese salam. Hiç ağlıma gelmezdi ki bir gün açılım videolarımın içinde bu videoda olacak. Ama bəli, Ruhim Baby'dən çox gözəl paltarlar almışıq uşaqlarla Zeyd üçün. Və istəyirəm hamısını bir-bir göstərim. Onu deyim ki, KitKat təbii ki də Rabia'nın seçimidir. Bu pandalı dəst, içində hər şey var, Əsnadın seçimidir. Bu aslanlı tulum da Əsnadın seçimidir, qardaşına görə alıb, Aslana görə. Bunu mən aldım. Mən bilmirəm niyə bu qədər çox tulum almışam. Nə fikirləşib bu qədər çox tulum almışam. Amma ay Allah, bu mənim seçimimdir. O qədər gözəldilər ki, yəni dəfələrlə görməyimə baxmayaraq hər bu paltarları görəndə içimdən də nə gözəldir sözü keçir. Nəhayət tulumlardan, dəstlərdən keçdik bu dəstlərə əlcək, corab və yaxalıq. Bunlar çox şirin idi, ona görə çox xoşuma gəldi. Bunu xəstəxana üçün almışam. Bilirəm çox tezdə, amma ilk dəfə bunu yaşayanlar bilər, tələsirik, özümüzdən asılı deyil. Bu düşündüm ki, xəstəxanada tibb bacıları üçün çox əlverişli olar, ona görə bu dəsti götürdüm. Ağız dəsmalları, belə şalvarlar, bunların bodylərini də almışam, bir 10-15 dənə body almışam. Belə kiçik əlcəklər, deyilənə görə 40 gününə kimi əlcəkdən istifadə olunur, ona görə azaldım. Bu markanı çox tərifləyirdilər, belə bir çantasını aldım ona görə, boz rəngdə aldım, çünki mavi rəngi xoşlamıram, nə yalan deyim. Yenə xəstəxana üçün belə bir dəst almışam. Uşaqlar bunu almam üçün o qədər israr elədi ki, xatırladım ki, rəhmətə gedən qardaşlarından olan tulumu oxşayır, ona görə. Mən də aldım. Bizim çocuk yaz çocuq olacaq. Ona görə qışa görə biraz böyük almışam. Aldıqlarımdan ən çox hansını bəyəndiniz? Bu da dəsmalı. Ruhim Baby'yə təşəkkürlər.